Salam, mən Ümid Kərimli, 12 yaşım var. İlk gələndə çox tanırdım. Sonradan özümü belə düzəltdim və yaxşı oldu. Komanda sıxı idi. Komandalarla yaxşı işlədik. Etüdlərdə çox tanırdım belə. Etüdləri heç vaxt eləyə bilmirdim. Sonradan örgəşə getdim, elədim. Axırda da imtahanda uğurlu keçdim. Utanmağı kəsdim də. Onu qoydum geridə, 3 ayacan tərtəmiz düzəldim. Fikirləşmişəm ki, siz necə aktyor olmusunuz, mən də gedib elə də aktyor olacağam. Həmişə məktəbdən icazə alıb gəlirəm, soruşurlar niyə icazə alırsan? Deyirəm ki, kursum var, aktyorluq kursu. Hə, deyirlər ki, yaxşı. Deyirlər ki, halaldır sənə. Düşündüm, eləyə bilməyəcəm, sonradan elədim. Axırda özümə inandım ki, irəliləyəcəm də çoxlu. Deyirdim bəlkə əşi olmalıdır ki, onu eləyə bilim, öyrənim. Sonradan müəllim dedi. Axırda başa düşdüm və hərəkətlər eləyə bildim də. Onda rahat idim. İlk çox yerə qeyd olunmuşdum. Instagramda izləyirdim də hər şey. Sonradan baxdım Azərbaycan Film Akademiyası. Anama getdim dedim ki, belə yaxşı yer var da, məni yazdır. Sonradan yazdırdı bura. Buradan bütün hamıya uğurlar diləyirəm.